Və indi bu cədvəli quracağıq. Deməli, əvvəl nə edirəm? İlk dəfə cədvəl quranda sayıram. Aşağıdan yuxarı və yaxud da yuxarı. Hardan ən çox sətirlər mənə çox görünürsə gözümə, oradan başlayıram saymağa. Sayıram 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21 dənə. 21-in 7-yə də bu təxmini 1, 2, 3, 4, 5, 6, 7. Table-a girirəm bu şəkildə. Insert table-ı vururam, yazıram. 7 dənə sütun olsun, 21 dənə sətir olsun. Oku vurdum. Bu şəkildə əlavə olundu. Niyə? Çox qəribə bir şəkildə əlavə olundu, amma nəysə. Bu düz əlavə olunmadı. Mərkəzə götüreyim. Ev yoxdur, işləyərəm bunun üstündə. Və görürəm ki, yuxarıdan birinci sətir genişdir da. Bu hissə genişləndirilib, içində yazı yazılıb. Mən də bunu genişləndirməliyəm. Gəlirəm layout-a, seçirəm buranı, bu hissəni, birinci hissəni, merge cells-i vurdum. Birinci birləşdirilib merge cells-lə və genişləndirilib. Genişləndirirəm, biraz aşağı çəkdim. İkinciyə baxıram, 7 dənə sütunu mən tam bərabər bölə bilməyəcəm. Yenə bunu seçirəm. Bu xana üzrə buranı seçdim. Bu şəkildə buranı seçdim. Buradan gəlirəm yenə layout-a. Split cells var. Bunu basıram və buradan deyirəm ki, bir dənə sütun olsun, yox, 2 dənə sütun olsun mənim üçün. 2 dənə sütun yarat. Bir sətirdə yarat. Yəni bu seçdiyim sətirdə 2 dənə sütun yarat. Oku vururam. Baxın, eyni ilə bu şəkildə 2 dənə sütun yaratdı. A və B sütunu. Bu yuxarı hissəyə dəymirəm, çünki bu sadəcə olaraq genişləndirilib. Bunu biraz belə genişləndirdim. Bəsdir. Daha sonra keçirəm aşağı, baxıram ki, burada kənarlarda sıxlaşma var. Yəni bunu biraz sıxmalıyam bu şəkildə. Sıxdım. Sonra sağ tərəfdən də bunu belə sıxıram. Cədvələ dizaynına uyğun düzəltmək istəyirəm. Bu şəkildə. Daha sonra görürəm ki, aşağıda bura distant əyani sözləri yazılıb bu hissəyə və burada 3 sətir. 3 sətir üzrə bu distant sözü elə ki, tərsinə text direction ilə çevrilib, yazı yazılıb, sonra çevrilib. Amma necə deyirlər, mən bunu yaratmaq üçün buradan da gəlirəm, 3 dənə seçirəm. Biri bu, merge cells-i vurdum. Qarşısındakini də seçirəm, merge cells-i vururam. Bu şəkildə aşağıya doğru gedirəm. Birləşdirirəm ki, cədvəlim oxşasın. Bu şəkildə sıxdım və vurdum. Eyni qayda ilə. Buranı da bu şəkildə, yox, səhv əmrlərində idi. Bu şəkildə və yaxud da buranı seçdim. Bir dəqiqə. Buranı seçdim bunu. Qarşı tərəfi də kontrolu basıb saxlayıram. Qarşı tərəfi də seçdim. Gəlirəm buradan yenə layout-dan əmr aktivləşməlidir sadəcə olaraq. Aha. Seçdim bu hissəni, bir də bu hissəni seçdim. İki tərəfli seçəndə əmr aktivləşmir. Bunu ancaq rəngləmədə istifadə edə bilərəm, kontroldan seçib. Bu şəkildə buranı da seçdim, merge cells-i vurdum. Eyni qayda ilə aşağıya doğru. Bu şəkildə yazdım. Artıq baxın, eyni cədvəl hazırdır. Bir dənə qaldı bu rum rəqəmləri ilə yazılan günlərin yeri. Buranı da yenə 3-3 seçəcəm bu şəkildə. Birləşdirəcəm. 3-3 seçdim, birləşdirdim. 3-3 seçirəm, birləşdirirəm.
Bu şəkildə bunu birləşdirdim. Cədvəl görünüş etibarı bənzəyir. İndi başlayıram. Bu sadəcə bir dənə bura distant və yaxud da əyani sözünü yazıb çevirəcəm. Bir də mən baxım görüm hansı birinci gəlir. Distant sözü yazacağım. Bu şəkildə yazdım. Və text direction-dən qapatıram bu şəkildə. Bu da burada. Və yaxud da bu şəkildə. Bir dəqiqə. Bu şəkildə dayanmalıdır. Qarşısından da yenə əyani yaza bilərəm. Azərbaycan dilinə keçirdək. Bu şəkildə fırlatdım. Yəni bunu da bu şəkildə yazıram. Burada daha sonra var rum rəqəmləri ilə yazılmış. Rum rəqəmlərini nə ilə yazıram? Caps lock-u basıram, hərflər böyüdürəm və ingilis şriftinə keçirdirəm bunu. Və I hərfi bizdə 1-i təmsil edir. 2 dənəsi 2-ni təmsil edir. 3 dənə yazacağım, 3-ü təmsil edəcək. Daha sonra bir dənə I hərfi və necə deyirlər, V hərfi mənə 4-ü verir. Tək bu V hərfi mənə 5-i verir. Bir dənə V hərfi, bir dənə I hərfi mənə 6-nı verir. Daha sonra bunun hamısını bu şəkildə seçəcəm. Gələcəm Home-da, elə Home-dayam. Bunun rəngi yazılarda yuxarıda da görür. Yazıların rəngi qırmızı rəngdədir. Tamam, bunu eləyəcəm qırmızı rəngdə. Biraz ölçüsünü böyütməliyəm və necə deyirlər, yazıya bu şəkil verim. Daha sonra da ölçüsünü böyüdək. Və mərkəzə qoya bilərəm. Mərkəzə. Bu şəkildə böyütdüm. Sonra keçirəm layout bölməsinə yenə. Layoutdan da buradan bunu mərkəzə yerləşdirdim. Heç bir problemsiz bunu düzəltdim. Sonra necə deyirlər, gələm dizayn tabına. Dizaynla içərisini rəngləyirəm. Sarı rəngdədir. Vurdum sarını. Bu düzəldi. Daha sonra bunun içərisindəki rəngləri düzəltməliyəm. Baxıram ki, bu nisbətən tündür, digəri açıqdır. Buradan kontrolu vurub bunu aşağıya kimi sıxıram. Gecə buradan belə daha rahat olacaq. Bunu seçdim. Keçirəm qarşı tərəfi seçirəm. Tərəfi də seçdim. Sonra keçirəm dizayn tabına. Dizaynla bunu biraz tünd rəngdə. Əslində bu rənglər deyil. Buradan girib seçək. Elə biləm bu rəngdir. Bu rəngi vurdum. Bu hissdə belə rəngləndi. Sonra bu içəri rəng bundan nisbətən biraz açıqdır. Yenə bunu axıra kimi seçəcəm. Kontrolu sonra basacam, saxlayacam. Kursorla sol düyməni basıb bu hissəni də seçəcəm. Və buradan digər rəngi More Colors'dan girib nisbətən açıq rəngi seçəcəm. Açıq olmadı, əslində tünd oldu. Dəyişək gərək bunu. Bunu seçdim. Kontrolu basıb saxlayıb digər tərəfi seçdim yenidən. Və buradan biraz açığım bu rəngi seçirəm. Bu rəng daha uyğun oldu. Yenidən bu biraz hissə qalıb. Bunu da bu rəngdir. Bu hissəni bir də vurursam. Bu hissəni seçdim. Kontrolu basıb saxlayıb kursorla yenə bu hissəni bu hissəni seçdikdən sonra yenidən More Colors'a girib
bundan da açıq rəngi seçib oku sıxıram. Və bu şəkildə bu hissə hazırdır. Cədvələ baxdıqda uyğunluq varmı? Bəli, uyğunluq var bu şəkildə. Rənglər düzəldi. Yəni sadəcə buradan biraz bunu genişləndirmək lazımdır. Bu hissəni biraz sıxmaq lazımdır. Bu formada. Yuxarıda bu sətr üzrə hamısı göy rəngdədir. Deyirəm tünd göy rəngdə. Bu hissə yaşıldır. Yaşıl eləyirəm. Bu hissəni seçib də bunun da rəngini dəyişirəm yenidən. Bu açıq rəngdə idi. Bu rəngdən qoyuram. Yuxarıda açıq sarı rəngdədir. Bu hissəni seçib açıq sarı rəngi seçirəm. Bu şəkildə artıq cədvəlimiz rəng etibarı ilə, görünüşü etibarı ilə bənzəyir. İndi burada qaldı kənarlarda baxın. 2 qat qırmızı rəng var. Onu düzəltməliyəm. Bunu düzəltmək üçün aşağıdan və yaxud da yuxarıdan fərqi yoxdur. Məsələn, bu cədvəli seçmişəm də artıq mən. Bundan başlayacağam. Gəlirəm border stilə. Buradan 2 qat rəngi seçirəm. Və pen colors, yəni rəngini seçirəm. Qırmızı rəngdə eləyirəm. Və buradan tək-tək eləməyəcəm. Qələmdən eləməyəcəm. Burada outlines borders var. Yəni kənar xəttləri təkcə. İçi baxın qırıq-qırıq boşdur. Kənarları, kənar çərçivələr isə düz xəttlə işarələnir. Yəni bu kənarları düzəldir. Outline bordersi vuracam üzərinə. Bax, bunu bu şəkildə düzəltmiş oldu. Sonra keçirəm ikinci. İkincinin amma ortasındakı sütun da necə deyirlər doludur. Ona görə all bordersi vuracam. Bax, ikinci də bənzədir. Daha sonra üçüncü sətri seçəcəm. Görək burada nədir? Burada da bunun içərisi doludur. Yəni içəriləri hər tərəfi doludur. Ona görə hər tərəfli seçəcəm bunu. All bordersi sıxdım. Artıq bu əmr üzdədir. Yəni mən üzdən vura bilirəm. Sonra distant bu yazılmış hissəyə baxıram ki, içləri boşdur. Yəni yuxarıdakı kimi içi dolu deyil. Seçdim bu ərazi üzrə, bu distant. Sadəcə hamısı seçilir burada. Bu şəkildə səliqə ilə seçmək lazımdır. 3 dənə seçdim. Buradan girirəm, outline bordersi yenə seçirəm. İçəriləri boş, kənarları dolu. Burada sadəcə bu hissə qaldı. Bunu da qələmlə məsələn eləyə bilərəm. Üzərindən bu şəkildə gedə bilərəm. Yəni, rahat olsa sizin üçün qələmlə də gedə bilərsiniz, amma qələmsiz də gedə bilərsiniz. Burada bir xətt sadəcə artıq oldu, onu da axırda düzəldərəm. Daha sonra qələmi qoyuram yerinə. Bu hissəni seçdim. Bu hissəni seçdim və yenə bunu vurdum. Bu hissəni seçdim, bunu vurdum. Bu hissəni seçdim, yenə bunu vurdum. Çünki artıq mən o əmri seçmişəm. Və baxıram ki, içəridəki xəttlərdə doludur. Yəni düz xəttlə, 2 xəttlə, qırmızı xəttlə var, amma bu sətr üzrə yoxdur təkcə. Həmçinin 1-2 gün yazısı da böyütsəm bunu, baxıb görə bilərik ki, burada bu şəkildə. Ona görə eyni formada olmaq üçün indi sütun üzrə həmin əmri seçib işlədəcəm. Seçdim buranı və dizaynla yenə bunu vurdum. Rahatdır. Sadəcə bir dəfə əmri tənzimləyib, sonra bu şəkildə düymələri sıxmaq lazımdır. Bu şəkildə seçdim, düyməni sıxdım. Bu şəkildə. Burada bir yer qalmışdı. Bunu da edirik. Və tamam. Hazırda hamısı necə deyirlər?
cədvəlin tam eynisi yaradılıb bu şəkildə. Qaldı siz için doldurmalısınız. Yəni yazıları yazıb, için doldurub formatı verməlisiniz. Yəni çətin hissələri bu qədər idi. Əslində çətin də deyil. Üzərində bir neçə dəfə praktika aparsaz biləcəksiniz.